Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda 5-ci sinif Azərbaycan dili dərsliyi səhifə 43-dən etibarən olan tapşırıqların izahlarını sizlər üçün paylaşacağam. Siz də izaha keçmədən öncə 1 saniyənizi ayırıb kanala abunə olaraq həm bizə dəstək ola, həm də həftə ərzində paylaşılan videolardan məlumat əldə edə bilərsiniz. Başlayaq elə ilk sualdan. Böyüyəndə hansı peşəyə yiyələnmək istərdiniz? Bu haqda sinifdə sorğu keçirin. Sorğunun nəticələri əsasında diaqram qurun. Diaqramda oğlan və qızların seçimini ayrıca göstərin. Video başlamadan öncə vaxt getməsin deyə mən kiçik bir diaqram qurdum. Baxın bu hissəyə. Əvvəlcə aşağıda peşələr qeyd olunub: müəllim, polis və dərzi. Daha sonra saylarını qeyd eləmişəm: 0, 2, 4, 6, 8, 10. Yəni bu rəqəmdir. Neçə nəfər məsələn müəllim olmaq istəyir, neçə nəfər polis, neçə nəfər dərzi. Və mavi rənglə rənglənən uşaqların ümumi sayıdır. Bənövşəyi rəngdə olanlar sırf olaraq oğlanların sayıdır, sarı rəngdə olanlar isə qızların sayını göstərir. Yəni müəllim olmaq istəyən cəmi 6 nəfər var. Bu 6 nəfərdən ikisi oğlan, 4-ü isə qızdır. Polis olmaq istəyən 8 nəfər var. 8 nəfərdən 6-sı oğlan, ikisi isə qızdır. Yəni polis olmaq istəyən oğlanlar üstünlük təşkil edir. Dərzi olmaq istəyən 3 nəfər var. Baxın, oğlanların sayı yoxdur. Çünki oğlanlar da olan hissə boş qoydu. Çünki oğlan dərzi olmaq istəmir. Sarı 3 dənə qızdır. Yəni dərzi olmaq istəyənlərin 3-ü də qızdır. Məsələn, cədvəli bu formada qurmaq olar. Yəni siz öz sinifinizə uyğun sinif yoldaşlarınızın hansı peşəyə yiyələnmək istədiyini bir-birinizlə öyrənib bu formada bir cədvəl hazırlaya bilərsiniz. Bəzən peşə seçimində söhbət düşəndə kişi peşəsi, qadın peşəsi ifadələri işlədilir. Buna münasibətinizi bildirin. Yenə burada təbii ki, hər hansı bir qayda yoxdur. Hər kəs öz münasibətini, öz fikrini yaza bilər. Ümumiyyətlə, bəzi peşələr var ki, kişilər üçün sırf olaraq kişilər məşğul olmalı. Çünki qadın fiziki cəhətdən güc baxımından çatdıra bilmir. Məsələn, deyə bilərik ki, biz buna kişi peşələrinə nümunə hərbçi. Bizdə qadınlar, səbəbini də yaza bilərik ki, qadınlar deməli, hərbi xidmətə getmir. Yəni, hərbiçilərin hamısı bizdə kişilər olur. Daha sonra əsasən üstünlük verilir kişilərdə inşaat sahəsində. Məsələn, dülgər ola bilər bu. Daha sonra bənna ola bilər, usta. Bu tipli işlərdə daha çox kişilər. Çünki fiziki gücün üstünlük təşkil etdiyi işlərə daha çox kişilər çalışır. Qadınların çalışdığı isə daha çox təmizliklə əlaqəli olan işlərdir. Qadınlar üçün də məsələn deyə bilərik xadimə. Daha sonra tibb bacısı. Bu arada tibb qardaşı ifadəsi də var. Ona da kişilər çalışır. Tibb bacısı isə sırf olaraq xanımlar üçün nəzərdə tutulub. Daha sonra məktəblərdə katibələr var. Onlar xanımlar olur əsasən. Katibə. Bu formada münasibətinizi bildirə bilərsiniz. Mətnin adını oxuyun. İllüstrasiyalara baxın. İllüstrasiya şəkil deməkdir. Yəni bu hissəyə deyir, baxın. Sizcə mətndə söhbət hansı mərcdən gedir? Mən açığı ilk dəfə bu mətnə baxarkən bu kişini eynəklidir, kostyum geyinib, qalstuku da var. Yəni bunu müəllimə oxşatdım mətni oxumadan öncə. Bunu da qarşısında imtahan kağızı tutmuş və ətrafda baxın kitab, dəftər var, qələm var. Bunu tələbəyə oxşatdım. Yəni müəllim tələbə arasında olan bir mərc təsəvvür etdim mətni oxumadan öncə. Ona görə də burada mən qeyd eləyə bilərəm, öz düşündüyümü yaza bilərəm ki, müəllimlə şagirdi arasında imtahan balı haqqında mərc olduğunu düşündüm. Bu formada. Keçək indi mətnimizə. Bir mərcin tarixçəsi.
Boston restoranlarının birində iki dost süfrə arxasında söhbət edirdi. Onlar adaş idilər. Velosiped zavodunun direktoru Albert Pope və həkim Albert Rider. Dostlar arasında başlanan mübahisə get-gedə qızışırdı. Mister Popu dostu ilə razılaşmırdı. Mister Rider, məncə siz qadınların əqli və fiziki imkanlarını düzgün qiymətləndirmirsiniz. Müasir qadınlar cəmiyyətdə kifayət qədər fəaldırlar. Baxın, kişilər kimi onlar da artıq velosiped sürürlər. Hətta öz velosiped klublarını yaradıblar. Əzizim, onlar velosiped sürə bilərlər. Ancaq deyin görüm, hansı qadın Stevenson rekordunu təkrarlaya bilər? $10.000 mərci gəlirəm ki, heç bir qadın velosipedlə dünya ətrafına dövr vura bilməz. Stevenson rekordundan 10 il keçib, zəmanət dəyişib. Bilirsiniz, mən bir qadın tanıyıram. Məncə o sizin mərcinizi qəbul edər. Albert Pop tanışı Annie Cohen'i nəzərə tuturdu. 24 yaşlı bu xanım qəzetdə reklam şöbəsində çalışırdı. Pop istehsal etdiyi velosipedlərin reklamını həmin qəzetdə verirdi. Ona görə də Annie ilə tez-tez ünsiyyətdə olurdu. Miss Cohen'in işgüzarlığı, insanları inandırmaq və məqsəddən çatmaq bacarığı Pop'u heyran edirdi. Növbəti gün Pop Annie ilə görüşüb onu məsələdən agah etdi. Gənc qadın əvvəlcə bu təklifi təəccübləndi. Təklifi təəccüblə qarşıladı. Siz zarafat edirsiniz? Mən heç velosiped sürməyi də bacarmıram. Özü də 3 uşaq anasıyam. Yox, bu iş mənlik deyil. Miss Cohen, yaxşı fikirləşin. Söhbət $10.000-dan gedir. Annie üçün bu fantastik məbləğ idi. Mərci utsaydı bu pula yeni ev alar, uşaqlarını yaxşı məktəbə qoyardı. Bir də ki, dünya səyahətinə çıxmaq çox cəlbedici fikir idi. 3 gündən sonra mərd kəsənlər arasında yazılı müqavilə bağlandı. 1. Xanım Annie Cohen 15 ayda velosipedlə dünyanı dövr etməlidir. Bunu təsdiq etmək üçün olduğu hər bir ölkədə yerli Amerika səfirinin imzası ilə bir kağız almalıdır. Xanım Cohen bu şərtlərə əməl edərsə, Mr. Albert Rider ona $10.000 məbləğində mükafat ödəməlidir. Lakin əvvəlcədən Annie Cohen'ə heç bir pul ödənilməyəcək. Müqavilənin sonuncu bəndi Annie çox məyus etdi. Axı dünya səyahəti böyük xərc tələb edirdi. Gənc qadının isə heç yaxşı velosiped almağa pulu belə çatmırdı. Lakin qarşı tərəf müqavilənin bu bəndini dəyişmək fikrində deyildi. İstəmirsinizsə razılaşmaya bilərsiniz. Biz məcbur etmirik. Bir başqası bəlkə də ruhdan düşərdi, amma Annie belələrindən deyildi. Müqaviləni imzalayıb bir nüsxəsini cibinə qoydu. Digərini isə Albert Rider'ə uzatdı. $10.000 hazırlayın, 15 aydan sonra görüşərik. İlk növbədə pul tapmaq lazım idi. Annie şirkətlərə üz tutdu. Onları inandırmağa çalışır ki, səyahət boyu keçdiyi bütün ölkələrdə şirkətin reklamını təşkil edəcək. Amma bu cılız bədənli xanıma inanmırdılar. İstəsə ilə gülümsüyüb, uğurlu səyahət arzu edirdilər. Nəhayət, mineral su istehsal edən Londonderry şirkəti reklam kampaniyası qarşılığında $100 ödəməyə razılıq verdi. Müqavilənin şərtlərinə görə Annie bu şirkətin loqosunu velosipedin üzərinə yapışdırdı və o öz soyadını brendin adına dəyişdi. Həmin gündən Annie Cohen Annie Londonderry adlandı. Qazandığı məbləğ ilkin yol xərcinə bəs edirdi. Beləliklə bir yay səhəri Annie uşaqlarının üzündən öpüb velosipedinə mindi və Chicagoya üz tutdu. Özü ilə bir dəst dəyişkən geyim və hər ehtimala qarşı revolver götürmüşdü. Revolver sözü bir silah növüdür. Bunu bilməyə bilərsiniz, qeyd eləyin. Annie gündə 13-15 kilometr yol qət edirdi. Bu minvalla o Chicagoya 3 aya çatdı. Çox yorğun idi. 9 kiloqram ağırlamışdı. Aydın idi ki, bu sürətlə səyahəti vaxtında bitirmək mümkün olmayacaq. O, ucuz Chicago otellərinin birində dincəlməyə qərar verdi. Otağında oturub vəziyyətinin nə qədər acınacaqlı olduğunu düşünürdü. Bəlkə geri qayıdım? Yox, heç vaxt. Velosiped dəyişmək lazım idi. Bu velosipedin təkərləri tez-tez boşalır, zənciri yerindən çıxırdı. Bundan başqa əynindəki qadın geyimi lap bezdirmişdi. Köynəyinin hündür yaxalığı boynunu yarı eləmişdi. Uzun ətəyinin aşağısı zəncirə dolaşmaqdan cırıq-cırıq olmuşdu. Aman Allah, bu qədər pulu haradan tapacağam? Annie əlləri ilə başını tutub gözlərini yumdu. Birdən qapı döyüldü. İçəri yaraşıqlı bir gənc daxil oldu. Bağışlayın, siz Annie Londonderrysiniz? Bəli, bəs siz? Mənim adım Michael'dır. Sterling velosiped zavodunu təmsil edirəm. Bizim sizə işgüzar təklifimiz var. İstərdik ki, səyahətimizə Sterling markasına olan velosipedlə davam edəsiniz. Şirkətimiz istədiyiniz modeli sizə hədiyyə etməyə hazırdır. Yol boyu velosipedlərimizi reklam etsəniz, əlavə olaraq $500 ödəyə bilərik. Sonra oğlan uzun-uzadı Sterling kampaniyasının velosipedlərini tərəfləməyə başladı. Amma Annie artıq onu eşitmirdi. Onun sevincindən başı hərlənirdi. Sterlinglə müqavilə bağlayıb pulunu alan kimi Annie kişi geyimləri satılan mağazaya getdi. Ertəsi gün bütün qəzetlərdə kişi geyimində velosiped sürən Annie'nin şəkil dərc olundu. Ona heyran olanlar da var idi, qınayanlar da.
Ətrafında yaranan səs-küy enini daha da məşhurlaşdırırdı. Şəhərlərdə insanlar yol boyu düzülüb onu qarşılayırdılar. Hətta məşhur adamlar onunla şəkil çəkdirmək, avtoqraf almaq üçün qaldığı otelə gəlir, görüş üçün növbəyə dururdular. Müxtəlif şirkətlər reklam olunmaq üçün eyni ilə müqavilə bağlamağa can atırdı. Səyahəti boyu o 60-dan çox reklam müqaviləsi bağladı. Bununla da yol xərcliyi və əlavə $5000 qazandı. Mr. Reader, Miss Londonderry qəbul otağında sizi gözləyir. Deyin gəlsin. Enni qıvraq addımlarla içəri daxil olub, soyuq tərzə salamlaşdı. Əlindəki qovluğu masanın üzərinə qoyub açdı. Müxtəlif ölkələrdə Amerika səfirliklərindən alınmış şəhadətnamələri masanın üzərinə qoydu. Buna ehtiyac yoxdur. Mən sizin səyahətinizi qəzetlər vasitəsilə izləyirdim. Bunu deyib Albert Reader otağın küncündəki seyfə tərəf yönəldi. Söz ehtiyatı. Nöqtələrin yerində söz boğçasından uyğun gələn sözü müəyyən edin. Bu ad getdikcə məşhur idman geyim nəyinə çevrilmişdi? Adaş, müqavilə, şəhadətnamə, kampaniya, loqo, brend. Bəli, brend. Bu getdikcə məşhur idman geyim brendinə çevrilmişdi. Köynəyinin üzərində çalışdığı şirkətin təsvir edilmişdi. Nəyi? Burada loqo gördüm bayaq. Loqosu təsvir edilmişdi. Yazaq burada. Loqosu. Rəsul doğum şirkətə təqdim etdi. Nəyi? Doğum şəhadətnaməsini. Bura yazıram. Şəhadətnaməsini təqdim etdi. Rəqib komanda bu oyunda məşhur idman ayaqqabısı brendini neyinirdi? Reklam edirdi. Bəli, yazıram. Reklam. Sözlərin izahını oxuyun. Hansı qaydaya əsasən bu sözlər eyni cür tələffüz olunur? Kompaniya, şirkət, kompaniya, müəyyən məqsədlə keçirilən silsilə tədbirlər. Deməli, burada kompaniya sözü o ilə yazılır, a ilə tələffüz olunur. Kampaniya. Burada o-nun a kimi tələffüz olunma qaydasına əsaslanırıq biz. O saytının A kimi tələffüz olunma qaydası deyir. Hansı qaydaya əsasən? O saytının A saytı kimi tələffüz olunma qaydasına əsasən yazırıq və bu formada tələffüzünü qeyd edirik. Kampaniya sözü də necə yazılırsa, elə A ilə yazılır, A ilə tələffüz olunur. Yəni necə yazılırsa, yazıldığı kimi də eyni formada tələffüz olunur. Düşün və cavab verin. Mətnə istinad etməklə N-nin xarakteri haqqında danışın. Cəsur, qətiyyətli, tədbirli, ağıllı, fərasətli. Yenə bu biraz uzun məlumatlar tələb eləyir. Cəsur haqqında bir danışaq. Mən deyirəm, siz də mən dedikcə öz qeydlərinizi götürün. Cəsur. Yazın ki, velosipedlə dünya səyahətinə çıxmaq bir qadın üçün cəsur addım idi. Velosipedlə dünya səyahətinə çıxmaq bir qadın üçün cəsur addım idi. Bu da cəsur haqqında olan fikrimiz. Daha sonra ikinci sözümüz qətiyyətli. Bəli, o qətiyyətli idi. Müqavilənin sonuncu bəndi onu qane etməsə də səyahət etmə fikrindən daşınmadı. Müqavilənin sonuncu bəndi, yəni dördüncü bəndi ilə razılaşmasa da yenə də neyniyir? Səyahət fikrindən daşınmır. Səyahət fikrindən daşınmır. Sonra tədbirli. Hansı məqamda tədbirli idi? Tədbirli olmağı, baxın orada bir silah növü var idi. Bayaq da izah eləyəndə qeyd elədim. Nəyə görə tədbirli idi? Tədbirlinin qarşısına yazırıq. Səyahət zamanı qarşılaşa
biləcəyi təhlükələrə görə özü ilə nə götürmüşdü? Revolver. Təhlükələrə görə revolver götürmüşdü. Daha sonra ağıllı ifadəsinə nə yaza bilərik burada? Nəyə əsasən ağıllı idi? Deməli, onun bir çox doğru qərar verməsi, qərarları, məsələn, hansı qərarları ağıllı idi? Velosipedi dəyişmək ağıllı qərar idi. Daha sonra kişi geyiminə keçmək, çünki qadın geyimi o vaxtki dövrün modu ilə, dəbi ilə velosiped üçün uyğun deyildi. Və s. Bunlar kifayət eləyər. Fərasətli idi. Nəyə əsasən biz fərasətli deyə bilərik? O, bir çox bacarıqlı reklamlar qazanmağa, reklamlar əldə etməyə və özü üçün maliyyə təşkil etməyə bacarır. Ona görə də biz ona bacarıqlı, yəni fərasətli deyə bilərik. Səyahətə lazım olan pulu reklamlarla, yəni müqavilələrlə qazandı. Bu da onun bacarıqlı, fərasətli olduğunun göstəricisidir. Yəni hər biri haqqında mən məlumat verdim. Siz də öz qeydlərinizi yazarsınız. Sonra mətndən müvafiq epizodları nəql etməklə baş qəhrəmanın keçirdiyi hisslər haqqında danışın. Məsələn, müxtəlif epizodları nəql etməklə baş qəhrəmanın keçirdiyi hisslər. Tutaq ki, bura mən yaza bilərəm təəccüb. Elə bu hissədə boşluq var, oraya yazıram. Təəccüb yaza bilərəm. Təəccüb hissəsində, baxın, bu abzası birə-bir köçürə bilərsiniz. Tapsam göstərəcəm indi. Baxın bura. Siz zarafat edirsiniz, mən heç velosiped sürməyi də bacarmıram. Burada özü də 3 uşaq anasıyam. Yox, bu iş mənlik deyil. Baxın, bu hissə təəccübə aid olan hissədir. Buranı olduğu kimi köçürə bilərsiniz təəccüb yazandan sonra. Sonra biz qeyd eləyə bilərik kədər. Kədər yazıb, qoşa nöqtə qoyaq. Müqavilənin sonuncu bəndi N-ni məyus etdi. Axı dünya səyahəti böyük xərc tələb edirdi. Kədər hissəsində bunu yazmaq olar. Daha sonra digər bir hiss, bura biz yaza bilərik. Yorğunluq. Onu da yorğunluğu hardan bilirdi? N-ni gündə, biraz yuxarıdan yazım yorğunluğu, yer tipi. Yorğunluğa aid yazıram burada. N-ni gündə 13-15 kilometr yol qət edirdi. Bu minvalla o Chicagoya 3 aya çatdı. Aydın idi ki,
bu sürətlə, baxın, həmin abzasda eynisi ilə qeyd olunub. Aydındır ki, bu sürətlə səyahəti vaxtında bitirmək mümkün olmayacaq. Yəni, bu da yorğunluğa aid bir nümunədir. Daha sonra biz bura narahatlıq əlavə eləyə bilərik, sevinc əlavə eləyə bilərik. Narahatlıq yazsaq, onu nə yaza bilərik? Onu qeyd edeyim. Yazaq bu hissədə narahatlıq. Narahatlığa bir çox narahatlıqlar var idi əslində səyahət ərzində. Bir, məsələn, velosipedi dəyişmək lazım idi. Velosipedi dəyişmək lazım idi. Nəyə görə? Çünki baxın, o velosipeddə eynisi ilə qeyd olunub. Həmin abzası göstərim. Baxın burada. Velosipedi dəyişmək lazım idi. Bu velosipedin təkərləri tez-tez boşalır, zənciri yerindən çıxırdı. Bundan başqa əyindəki qadın geyimi də lap bezdirmişdi. Köynən hündür yaxalığı boynunu yara eləmişdi. Uzun ətəyinin aşağısı zənciri dolaşmaqdan cırıq-cırıq olmuşdu. Aman Allah, bu qədər pulu haradan tapacağam? Baxın, bu narahatlıqdır. Aman Allah, bu qədər pulu haradan tapacağam? Enni əlləri ilə başını tutub gözlərini yumdu. Bu hissəni narahatlıq kimi ümumi olaraq dəftərinizdə qeyd edə bilərsiniz. Bu narahatlığa örnəkdir. Daha sonra Sterling zavodunun müqaviləsini də biz sevinc olaraq qeyd edə bilərik. Sevinc başlığında. Narahatlığın da artından yazaq biz sevinc. Sevinc. Sevinc haqqında da nə deyəcəyik? Qeyd edirik ki, o Sterling zavodu ilə, velosiped zavodu ilə əməkdaşlıq elədi və yeni velosiped aldı, pul aldı və ondan sonra həm özünə bu abzasdan əvvəl qeyd elədiyimiz kişi geyimləri ala bildi, həm də velosipedi rahat oldu. Bu da artıq onu uğura aparan əsas vasitə oldu. Yəni, həm təəccüb var idi, həm kədər var idi, həm yorğunluq, həm narahatlıq, həm də sevinç. Bu hisslərin hər birini demək olar ki, obrazımız yaşamışdı. Daha sonra deməli, bu B bəndinin tapşırığı idi. Keçirik növbəti tapşırığımıza. Buranı təmizləyirəm. Sizcə enli qələbəyə gedən yolunu belə enişdə yoxuşu təsvir etməkdə müəllifin məqsədi nədir? Mətndə aşağıdakı fikirlərə uyğun epizodları nəql edin. Bu epizodlar sizdə hansı hissləri yaratdı? Bəxti üzünə gülmüşdü, əli hər yerdən bəxti üzünə güldü, əli hər yerdən üzülmüşdü. Müəllifin məqsədi nə idi? Ennin qələbəyə gedən yolun, enişli yoxuşu təsvir etməkdə müəllifin məqsədi oxucunu intizarda saxlamaq. Bax, məqsəd nə idi? Oxucunu intizarda saxlamaq və onunla yanaşı qəhrəmanın aqibəti haqqında düşünməyə məcbur etməkdir. Qəhrəmanın aqibəti haqqında oxucunu düşünməyə məcbur etməkdir. Məsələn, Enniyə edilən cəlbedici səyahət təklifi haqqında oxuyanda düşündüm ki, bəxti üzünə gülüb. Həm də bu, mətnin ardını oxumağa məndə maraq yaratdı. Görəsən, bir qadın velosipedlə dünya ətrafında səyahət edə biləcəkmi? Bunun olduğu kimi qeyd edeyim bu cümləmi. Yəni, bu başlığı yazın. Əvvəlcə məqsədini istəyir. Deyin ki, məqsədi oxucunu intizara saxlamaq və qəhrəmanın aqibəti haqqında oxucunu düşünməyə məcbur etməkdir. Və onun davamında yazın. Məsələn, Enniyə edilən cəlbedici səyahət təklifi haqqında oxuyanda düşündüm ki, bəxti üzünə gülüb. Bəxti üzünə gülüb. Həm də bu mətnin ardını oxumağa məndə maraq yaratdı. Görəsən, bir qadın velosipedlə dünya ətrafına səyahət edə biləcəkmi? Daha sonra ikinciyə baxıram. Əli hər yerdən üzülmüşdü. Yazın ki, sonraki epizodlarda Enni çətinliklərlə qarşılaşdı. Yorğun idi, 9 kiloqram arıqlanmışdı.
Səyahət vaxtında bitəcəyini düşünmürdü. Əli hər yerdən üzülmüşdü. Birəbir bunu yaza bilərsiniz. Davam edən növbəti sualımızdan. Mətnin son cümləsini bir daha oxuyun. Bunu deyib Albert Rider otağın küncündəki seyfə tərəf yönəldi. Sizcə müəllif nə üçün mətni məhz bu cümlə ilə bitirir? Cümlədəki hansı söz növbəti epizodu təxmin etməyə kömək edir? Yazın ki, çünki cümlədə işlənən seyf sözü bu qənaətə gəlməyə kömək edir. Yəni burada əsas məsələ seyfdir. Seyf sənəd və pulu saxlamaq üçün yanmayan metaldan düzəldilmiş bir şkafdır. Yəqin ki, Albert Rider pulu götürmək üçün seyfə yaxınlaşır. Yəni seyfə niyə görə yaxınlaşır? Pulu götürmək üçün və mətn də orada bitir. Sizcə bir mərcin tarixçəsi bədii yoxsa qeyri-bədii mətindir? Aşağıdakı məlumatları oxuyun və fikirlərinizi əsaslandırın. Bədii mətin müəllifin əsas məqsədi obrazın daxili aləmini açmaq, oxucunu müəyyən mənəvi dəyərlər haqqında düşündürməkdir. Hadisələrin və obrazların təsvirində müəllif əsasən öz təxəyyülünə əsaslanır. Mətndə dialoqlara, obrazın düşüncələrinə geniş yer verilir. Mətn adətən rəssamın çəkdiyi illüstrasiyalarla müşahidə olunur. Fikir verirsiniz, yəni bizim mətnimizin girişində illüstrasiya var, dialoqu var, obrazın düşüncələri var, müəllifin təxəyyülü var. Yəni hər biri bədii mətn olduğunun göstəricisidir. Yəni təbii ki, bizim oxuduğumuz mətn bədii mətn idi. Diqqət! Tarixi həqiqət və bədii təxəyyül. Bəzi bədii mətnlərin mövzusu real tarixi hadisələr, həyatda yaşamış şəxslərin taleyi üzərindən qurulur. Bununla belə həmin əsərlərdə müəllifin məqsədi tarixi həqiqət göstərməsi deyil. Burada önəmli olan nədir? Müəllifin məqsədidir. Müəllif həmin mövzudan istifadə edərək öz düşüncələrini oxucusuna çatdırır, onu hadisələrdən və insanların həyatından nəticə çıxarmağa dəvət edir. Yəni hansı ki, bu oxuduğumuz mətn real hadisələrdən əsaslanıb. Amma bunu çatdıran oxucu həmin tarixi yox, o qadının həmin nəticəni, yəni mərci qazanması ilə əldə etdiyi uğura gedən yolu izah eləməyə çalışırdı. Yəni ki, bu ona görə bədii mətn idi ki, əsas burada qəhrəmanın daxili aləmi, böhranı göstərilmişdi. Aşağıdakı faktlardan bir mərcin tarixçəsi mətndəki məlumatlara uyğunluğu müəyyənləşdirin. Yeni məlumatları qeyd edin. Enne Cohen 1870-ci ildə Latviyada Yəhudi ailəsinə doğulub. 1875-ci ildə onun ailəsi Amerikaya, Boston şəhərinə köçüb. Bir müddət qəzetlərdə reklam agenti vəzifəsində işləyib. 1894-cü il iyunun 27-sində Albert adlı bir şəxslə mərcə gələrək velosipedlə dünya səyahətinə çıxıb. 1895-ci il sentyabrın 12-sində səyahətini bitirib və mərci udub. Beləliklə, velosipedlə dünya səyahət etmiş ilk qadın kimi tarixin yaddaşına qalıb. Yəni, bu tarixi bir faktdır. Bu da həmin qadının real bir şəklidir. Thomas Stevens velosipedlə dünya ətrafına dövrə vurmuş ilk şəxsdir. Onun bu səyahəti 1884-cü ilin aprelindən 1886-cı ilin dekabrına qədər davam etmişdi. Bu da onun şəklidir, real bir faktdır. Albert Pop 1843-cü ildə Bostonda doğulub. 1877-ci ildə həmin şəhərdə ilk velosiped şirkəti açıb. Sonralar bu şirkət motosiklet və avtomobil də istehsal edib. Albert Pop 1909-cu ildə vəfat edib. Daha sonra Sterling Velosiped Kompaniyası 19-cu əsrin sonlarında Chicago'da fəaliyyət göstərmiş velosiped zavodu. Drink Laundry, baxın, Laundry içkisi. Laundry Lithium 19-cu əsrin sonlarında Amerikada mineral su istehsal etmiş şirkət. Gəlin tapşırığımıza. Enne Londonderrinin səyahəti haqqında aşağıdakı məlumatları oxuyun. Əldə etdiyiniz məlumatlar əsasında bu şəxs haqqında qeyri-bədii mətn yazın. Yəni elə bir mətn hazırlayın ki, bu mətn bədii yox, qeyri-bədii mətn olsun. Mən bu mətni yazsam videonun vaxt müddəti olduqca uzanacaq. Ona görə mən səsli deyəcəm. Siz öz qeydlərinizi eləyin. Həm də bu videodu bir neçə dəfə irəliyə, geriyə çevirib, səsi dinləyib, videonu saxlayaraq diqqətlə qulaq asıb yazın. Qeyri-bədii mətn ilə ifadələrini deyirəm. Bu məlumatlar əsasında gəlin bir mətn hazırlayaq. Enne Cohen velosipedlə dünya tərəfində səyahət etmiş ilk qadındır. İlk cümləmiz.
Annie Cohen velosipedlə dünya ətrafında səyahət etmiş ilk qadındır. Yeni abzasdan başlayırsınız. Annie 1870-ci ildə Latviyada Yəhudi ailəsində anadan olmuşdu. 1875-ci ildə onun ailəsi Amerikaya, Boston şəhərinə köçmüşdür. Amerikadan sonra vergül. Amerikaya, Boston şəhərinə köçmüşdür. Bostonda təhsil alan Annie bir müddət qəzetlərdə reklam agenti vəzifəsində işləmişdir. Bu hissəni bir də deyirəm. Annie 1870-ci ildə Latviyada Yəhudi ailəsində anadan olmuşdu. 1875-ci ildə onun ailəsi Amerikaya, Boston şəhərinə köçmüşdü. Bostonda təhsil alan Annie bir müddət qəzetlərdə reklam agenti vəzifəsində işləmişdir. Yeni abzasdan başlayırıq. Gözlənilməz bir hadisə Annie'nin bütün həyatını dəyişdirir. Albert Pop adlı bir sahibkardan velosipedlə dünya səyahətinə çıxmaq təklifi alır və bu mərclə o Annie'yə $10.000 mükafat təklif eləyir. Bu mükafatı qazanmaq üçün Annie Thomas Stevenson rekordunu təzələməli idi. Bu mükafatı qazanmaq üçün Annie Thomas Stevenson rekordunu təzələməli idi. Thomas Stevens velosipedlə dünya tərəfinə dövrə vurmaqla ilkə imza atmış şəxs idi. Stevens səyahətə 1884-cü ilin aprelində başlamış, 1886-cı ilin dekabrında bitirmişdi. Baxın, bu məlumata əsasən olduqca onun səyahəti 2 il 8 ay çəkmişdi. Davamını yazırıq. Yəni birəbir eyni məlumatları veririk. Stevens səyahətə 1884-cü ilin aprelində başlamış, 1886-cı ilin dekabrında bitirmişdi. Onun səyahəti 2 il 8 ay çəkmişdi. Sonra yeni abzasdan davam edirsiniz. Annie əvvəlcə bu təklifi qəbul etməklə tərəddüd etdi. Daha sonra təklifi qəbul etdi. Annie 3 uşaq anası idi. Uşaqlarını uzun müddət tək qoyub getmək istəmirdi. Lakin $10.000 Annie üçün fantastik məbləğ idi. Növbəti abzasdan Annie 1894-cü il iyunun 27-cində velosipedlə dünya tərəfinə səyahətə çıxır. Səyahət zamanı müxtəlif çətinliklərlə qarşılaşır. Bir neçə dəfə qarət edilir. Daha sonra burada belə bir bənd var idi. Baxın, qarət edilməklə əlaqəli. Səyahət zamanı Annie bir neçə dəfə qarət edilib. Yazırıq çətinlikləri. Bir neçə dəfə qarət edilib. Sonra Fransa sərhədində velosipedi müsadirə olunur. Olduğu kimi yazırsınız. Vergül. Velosipedlə qəza keçirib və biləyini sındırır. Eyni ilə yazırsınız bu 3 bəndi. Buna baxmayaraq səyahətinin müqavilədə göstərilən vaxtdan 2 həftə tez bitirir və sonuncusunu yazırıq. 1895-ci il sentyabrın 12-də səyahətini bitirir və mərci udur. Beləliklə Annie Cohen velosipedlə dünya səyahəti etmiş ilk qadın kimi tarixin yaddaşında qalmışdır. Onu da bu hissədən götürürük. Beləliklə velosipedlə dünya səyahət etmiş ilk qadın kimi tarixin yaddaşında qalıb. Bu formada öz qeyri-bədii mətnimizi tamamlaya bilərik. Feil bəhsi. Cümlədəki feilləri seçin, hansı zamana və şəxsə aid olduğunu müəyyən edin. Rəqibimizi yaxşı tanıyırıq. İndiki zaman birinci şəxsin cəmi. Keçən il burada nərgiz əkmişəm. Əkmişəm feildir. Keçmiş zaman. Kim əkib? Mən əkmişəm. Şəxsləri qeyd edeyim əlavə olaraq. Deməli, 3 dənə şəxsim var. Birinci şəxs, ikinci şəxs və üçüncü şəxs. Birinci şəxsin təki məndir. Səliqəli yazım. İkinci şəxsin təki səndir. Üçüncü şəxsin təki odur. Birinci şəxsin cəmi bizdir. İkinci şəxsin cəmi siz. Üçüncü şəxsin cəmi onlardır. Baxın, indi deyək ki, əkmişəm. Mən əkmişəm, birin təkidir. Deməli, yazıram. Birinci şəxsin təki. Siz divarı qəzetə hazırladınız. Nə etdiniz? Hazırlamaq feildir. Hazırladı keçmiş zamandır. Yenə yazıram. Keçmiş zaman. Zamanı qısa yazdım. Siz hazırladınız. Siz ikinci şəxsin cəmidir. Ona görə yazıram. İkinci şəxsin cəmi. Neçə gündür ki, bu xəbəri gözləyirik. Nə edirik? Gözləyirik. Feildir. Hansı zamandadır? İndiki zamandadır. İndiki zaman. Kim gözləyir? Biz gözləyirik. Birinci şəxsin cəmi. Birinci şəxsin cəmi. Dost dar günü tanınar.
Nə edər tanınar? Ar qeyri qəti gələcək zamandır. Qeyri qəti gələcək zaman. O tanınar. O üçüncü şəxsin təkidir. Üçüncü şəxsin təki. Birincilər ön sırada əyləşəcəklər. Əyləşəcək, acaq, əcək. Bu qəti gələcək zamandır. Qəti gələcək zaman. Əyləşəcəklər kim? Onlar. Üçüncü şəxsin cəmi. Üçüncü şəxsin cəmi. Əminəm ki, baxın, mən əminəm, bu əminəm feil deyil. Müzakirəyə ciddi hazırlaşacaqsan. Hazırlaşacaq. Bu gələcək zamandır, özdə qəti gələcək zamandır. Qəti gələcək zaman. Sən hazırlaşacaqsan, sən də ikinci şəxsin təkidir. İkinci şəxsin təki. Bu formada öz cavab variantlarımızı qeyd edə bilərik. Yadda saxla, feilin zamana görə dəyişməsi. Hərəkətin hansı zamanda baş verdiyini bildirmək üçün feilə müxtəlif şəkilçilər artırılır. Hərəkət indiki zamanda baş verirsə, şəkilçisindən istifadə olunur. Qaçır, durur, gəlir, görür. Keçmiş zamanı bildirmək üçün d, mış və ıb şəkilçilərindən istifadə olunur. Gəldi, gəlib, gəlmişdir. Gələcək zaman şəkilçiləri iki variantlıdır. Acaq və ar. Baxacaq, görəcək, baxar, görər. Saitlə bitən sözlə saitlə başlayan şəkilçi arasında y samiti işlənir. İstəyir, oxuyacaq, deyib, buna bitişdirici samit deyilir. Yadda saxla, feilin şəxsə görə dəyişməsi. Hərəkətin hansı şəxs tərəfindən icra olunduğunu bildirmək üçün feillərə şəxs şəkilçiləri artırılır. Şəxs şəkilçiləri sözə zaman şəkilçilərindən sonra qoşulur. Yazıram, oxudum, gedəcəksən, gələrsiniz, vurdular, deyəcəyik, tapşırdıq. Cümlələrdə feillərin zamanını və hansı şəxsə aid olduğunu müəyyən edin. Mən dərslərimi çoxdan hazırlamışam. Mış keçmiş zamandır. Keçmiş zaman. Mən birinci şəxsin təki. Birinci şəxsin təki. Çox vacib məsələ haqqında danışacağıq. Bu gələcək zamandır. Qəti gələcəkdir. Gələcək zaman. Biz danışacağıq. Bu birinci şəxsin cəmidir. Uşaqlar məktəbin həyətində ağac əkirlər. Əkir indiki zamanı ifadə eləyir. İndiki zaman. Uşaqlar, yəni onlar əkirlər. Üçüncü şəxsin cəmini ifadə eləyir. Feilləri zamana və şəxsə görə dəyişib cümlədə işlədin. İndiki zaman ikinci şəxsin cəmi olsun deyir. Baxaq görək. İndiki zamanda. Danışmaq indiki zamanda olanda olur. Danışır. İkinin cəmi olsa danışırsınız. İndi gəlin bunu cümlədə işlədək. Məsələn, siz çox gözəl danışırsınız. Cümlə formasına saldım. Siz çox gözəl danışırsınız. Sevinmək, keçmiş zaman. Sevindi, birin cəmi, birin təki sevindim. Bu xəbərə sevindim. Bax, sevinmək feili, sevindi, keçmiş zaman, sevindim, mu birinci şəxsin təki. Düşünmək, gələcək zaman, düşünəcək. Üçüncü şəxsin cəmi, düşünəcəklər və ya düşünərlər. Bu məlumat haqda düşünərlər. Qorumaq feili indiki zamanda qoruyur, birin cəmi qoruyuruq. Məsələn, bitkiləri qoruyuruq. Axtarmaq feili keçmiş zamanda axtardı, ikinin təkində və ya axtarmışsan olsun. İkinci şəxsin təkində. Sən hansı kitabları
axtarmışsan. Keçmiş zamanda və ikinci şəxsin təkində bir cümlə tərkibindədir. Daha sonra fərqləndirilmiş sözlərə sual verin. Hansı cümlədə bu sözlər feil kimi işlənmişdir? Kuryerin gətirdiyi bağlama müdirə çatmalı idi. Nə? Bağlama. Burada bağlama isimdir. Yəni bağ sözündən bağla, ondan bağlama ismə mələ. Qızım, pəncərələri bağlama. Qızım, nə etmə və ya nə et. Bax, burada nə et sualı varsa, demək ki, bu feildir. Bağlama feilin inkarıdır. Bu çəkmə çox bahalıdır. Nə bahalıdır çəkmə? Deməli, çəkmək feilindən çəkmə ismə mələ gəlib. Çalış, xətləri əyri çəkmə. Çalış, nə etmə, nə et. Mə burada feilin inkarıdır. Yəni, 2 və 4 feildir, 1 ilə 3 isimdir. Yadda saxla, feilin inkar forması hərəkətin icra olunmadığını bildirmək üçün feillərin ma inkar şəkilçisi artırılır. Aldım, almadım. Bildim, bilmədim. Feil, ar şəkilçiləri ilə işlənəndə ma şəkilçisinin saati düşür. Bilir, bilmir. Baxın, burada nə demək istəyir? Əslində söz bilməyir sözüdür. Amma saiti düşdü. Mənin saiti düşdüyü zaman bitişdiriciyə də ehtiyac qalmır. Olur bilmir. Bilmərəm, bilərəm, bilmərəm. Bu da uyğun variantdır. Növbəti suala deyir ki, feilləri müxtəlif zamanlarda inkar formasında işlədin. Görüşmək feilini indiki zamanda. Məsələn, deyirəm görüşür. İnkar formada deyir amma. Görüşmür, görüşmür. Birinci şəxsin təkində görüşmürəm. Sonra çıxmaq feilini gələcək zamanda inkarda çıxmayacaq. İkinci şəxsin cəmində çıxmayacaqsınız. İkinci şəxsin cəmi. Siz çıxmayacaqsınız. Sonra gələcək zamanda yoxlamaq feili. Yoxlayar. Üçüncü şəxs odur, onun təki elə o yoxlayar. Üçüncü şəxsin təkində şəxs onluğu qəbul etmədi. Ar. Və ya o yoxlayar, o yoxlayacaq. Acaq olsa yenə də qəbul etməyəcək. Keçmiş zaman hazırlamaqla işlənsə, hazır. Bu arada inkar formalı deyir. Yoxlayar, yox. Onu düzəldək. Yoxlamaz olacaq. Yoxlanmaz. Bizdən inkar olmağını istəyir. Yoxlanmaz. Hazırlamaq feili. Hazırlamadı. İkinci şəxs sizdir. Onun cəmi. Siz yoxlamadınız olacaq. Danışmayacaq feili haqqında fikirlərdən hansı yanlışdır? Birinci şəxsin cəmindədir. Biz danışmayacağıq. Doğrudur bu. Təsdiq formadadır. Ma inkardır. Yanlışdır. Gələcək zamanda işlənmişdir. Acaq gələcək zamanda. Doğrudur. Tərkibində bitişdirici samit var. Danışma, inkar, acaq zaman. Baxın, y burada bitişdiricidir. Yəni doğrudur. Hansı yanlışdır? B bəndi yanlışdır. Feillərin kökünü müəyyən edin. Hansı nitq hissəsindən yarandığını qeyd edin. Duz, duzlamaq. Duz ismindən duzlamaq feili yaranıb. Çox sayından çoxalmaq feili yaranıb. Boz sifətindən bozarmaq feili yaranıb. Uzaqlaşmaq. Uzaq zərfindən uzaqlaşmaq feilləmələ gəlib. Uyğunluğu müəyyən edərək mürəkkəb feillər yaradın. Onları orfoqrafik normalara uyğun yazın. Dəyib dolaşmaq. Bu söz yazılacaq. Dəyib dolaşmaq. Bu formada. Atılıb düşmək. Atılıb düşmək. Keçib getmək. Keçib getmək. Ölçüb biçmək. Ölçüb biçmək. Burada keçib getmək də defislə yazılacaq. Yəni bu sözlərin hər biri mürəkkəb söz olduğuna görə ıbla yaranıb defislə yazılmalıdır.
Verilmiş sözlərə olmaq, etmək sözlərindən uyğun gələni artırmaqla mürəkkəb feillər düzəldin. Xahiş etmək. Birbaşa altından yazıram elə. Xahiş etmək. Nail olmaq. Andaman etmək. Cəhd etmək. Mane, altdan yazıram, olmaq. Müğayət olmaq. Mübahisə etmək, göz-qulaq olmaq formasında tamamlanacaq. Dəyərli izləyicilər, bu videomuzun da sonuna gəldik. Səhifə 43-dən 49-a qədər olan hissənin izahlarını paylaşdım. Vaxt itirmədən siz də kanalımıza abunə olun ki, paylaşılan videolardan davamlı olaraq məlumat əldə edə biləsiniz. Sağ olun, növbəti izahlarda görüşərik.